onları cəmləməklə Yeni avtomobil əldə edə bilərsiniz. 1500, 2000 və 3000 manat. Sizin üçün əlavə qazanc gətirə bilər. Azərbaycanda avtomobillərin utilizasiya prosesi artıq real nəticələr verməyə başlayıb. Məqsəd köhnə, texniki və ekoloji standartlara cavab verməyən nəqliyyat vasitələrini yollardan uzaqlaşdırmaqdır. Vətəndaş isə avtomobilini təhvil verdikdən sonra ona təsdiq edici sənəd təqdim olunur. Bu da Belə köhnə avtomobiliniz varsa, bunu utilizasiya mərkəzinə gətirirsiniz, təhvil verirsiniz və əvəzində belə çek əldə edirsiniz. Bundan sonra bu çekləri üst-üstə yığaraq yeni avtomobil əldə edə bilərsiniz. Müsbət məqamlardan biri həm də odur ki, burada utilizasiyaya verilən nəqliyyat vasitələrinin sayında da məhdudiyyət yoxdur və istənilən şəxs istənilən sayda nəqliyyat vasitəsini sərəncam vermə hüququ əsasında utilizasiyaya təqdim edə bilər. Bu sənəd isə iki seçim imkanı yaradır. Ya bir dəfəlik pul ödənişi almaq, ya da yerli istehsal olan yeni avtomobilin alınmasında güzəştdən yararlanmaq. Seçim isə yenə vətəndaşındır. Müsbət məqam isə ondan ibarətdir ki, əgər şəxs utilizasiyaya verilmiş 10 nəqliyyat vasitəsinə görə 10 ədəd, belə deyək, 3000-lik təsdiq edici sənədə sahibdirsə, həmin sənədləri bir yerli istehsal yeni nəqliyyat vasitəsinin güzəşt məbləği kimi 30.000 dəyərində müraciət edərək istifadə edə bilər. Bəzən həyətinizin bir küncündə illərdir yararsız, köhnə qalan bir avtomobil sizin üçün əlavə qazanc gətirə bilər. Bunun üçün isə qeyd elədiyimiz kimi Enbüyüqovaz portalında güzəştli satış üçün elan olunmuş nəqliyyat vasitələrinin siyahısına daxil olunmalıdır. Orada müvafiq göstəriciləri, parametrlər nəzərə alınaraq ərizəçi özü istədiyi nəqliyyat vasitəsini siyahıdan seçim eləyir və həmin təsdiq edici sənədləri ora əlavə etməklə satıcıya müraciətini yönləndirir. Bir dəfəlik ödənişə üstünlük verənlər üçün məbləğin 70%-i 30 iş günü ərzində bank hesabına köçürülür. Digər seçim isə daha uzun müddətli fayda vəd edir. Belə ki, vətəndaş bu sənədlə yerli istehsal yeni avtomobili daha sərfəli şərtlərlə əldə etmə imkanı qazanır. Üstəlik, bir neçə utilizasiya sənədini birləşdirərək avtomobilin dəyərinin böyük hissəsini, hətta tam məbləğini ödəmək də mümkündür.